Hamınıza salamlar dostlar, necəsiniz? Bu illər sizlərlə birlikdə Türkiyə Liqası vs Portuqaliya Liqasını qapışdıracağıq. Oturmuşdum, yəni fikirləşirdim. Neçə gündür video atmıram, video paylaşmıram sizlərlə. Dedim ki, nə video fikri çıxsın. Yadıma düşdü ki, yəni dəfələrlə türklərlə Portuqallılar qarşı-qarşıya gəlir. Məsəl üçün elə bu il Fenerbahçe ilə Benfica, sonra Qarabağla Benfica, sonra bundan qabaq Porto ilə Beşiktaş, yəni dəfələrlə tarixdə qarşı-qarşıya gəlib klublar, türk klubları və Portuqaliya klubları. Nə deyirdim mən? Oturmuşdum, elə fikirləşirdim. Mən də dedim ki, ən yaxşısı elə video fikri qoy bu olsun. Gəlin o zaman sözü çox uzatmadan tez bir şəkildə klublarımıza baxaq, komandamıza baxaq. Türkiyə Liqası, yəni Türkiyə Liqasını təmsil edən klub Galatasaray olacaq. Çünki mənə görə tarixin ən yaxşı Türkiyə klubu Galatasaraydır. Niyə görə? Çünki UEFA Super Kuboku ilk dəfə Türkiyəyə gətirən klub elə məhz ki Galatasaraydır. UEFA Avropa Liqasını Türkiyəyə ilk və tək olan UEFA Super Kubokunu və UEFA Avropa Liqasını Türkiyəyə məhz elə Galatasaray gətirib. Mən də ona görə Galatasarayın üzərinə qurdum. Həmişə Türkiyənin ən çox çempionu olan, liqa çempionu olan klubudur Galatasaray. Nəysə, sözü çox uzatmayaq. Baxaq komandamıza, Türkiyə Liqası komandasına. Qapıda Ederson, müdafiə Davidson Sanchez və Milan Skriniar. Bu təbii ki də mənim öz fikrimdir. Siz başqalarını da qoya bilərsiniz. Sağ bek Wilfred Singo, sol bek İsmail Jakobs. Gəlin bir bunların komandası sayım sizə. Ederson Fenerbahçe, Davidson Sanchez Galatasaray, Milan Skriniar Fenerbahçe, Wilfred Singo Galatasaray, İsmail Jakobs Galatasaray, İlkay Gündoğan Galatasaray, Rafa Silva Beşiktaş, Orkun Kökçü Beşiktaş, Leroy Sané Galatasaray, Kerem Aktürkoğlu Fenerbahçe, Victor Osimhen Galatasaray. Bu bizim əsas 11'imiz. Türkiyə Liqasının əsas 11'i budur. Zamenləri isə bunlardır. Galatasaraydan Uğurcan Çakır, müdafiədə Galatasaraydan Abdülkerim Bardakçı, bek zameni Wagner Pina, Trabzonspordan Wagner Pina. Çox möhtəşəm bekdir. İnşallah ki onu ikinci hissədə avtomatik oyuna girər o. Eren Elmalı bek zameni. Burada niyə Eren Elmalını oynatmadım deyə suallar ola bilər və yaxud da niyə Arşi Brown'u oynatmadım deyə suallar ola bilər. Və yaxud da Beşiktaşlar tərəfindən niyə Rıdvan Yılmazı oynatmadığını soruşanlar ola bilər. Məncə burada, yəni məncə hazırda Türkiyə Liqasının ən yaxşı sol bek, 3 dənə sol bek var. İsmail Jakobs, Eren Elmalı və Arşi Brown'dur. Bunlardır. Amma mən bu üçündən birini seç desələr, mən İsmail Jakobs'u seçərəm. Buna görə də İsmail Jakobs'u oynadıram. Nəysə, Eren Elmalı Galatasaraydan, Ernest Muçi Trabzonspordan kiralıdır. Trabzonsporda kiralıdır. Lucas Torreira Galatasaraydan, Fred Fenerbahçe'den, Yunus Akgün Galatasaraydan, Mauro Icardi Galatasaraydan, John Duran Fenerbahçe'den, Barış Alper Yılmaz Galatasaraydan, Paul Onaçu Trabzonspordan və Paul Onaçu komandamızın son oyuncusudur. Bu da bizim zamenlərimiz. Komanda kaptanı isə Rafa Silva'dır. Gəlin o zaman Portuqaliya Liqasının komandasına baxaq. Yəni Portuqaliya Liqasına baxaq. Portuqaliya Liqasını mən Benfica'nın üzərinə qurmuşam. Niyə? Çünki mənə hal-hazırda da ümumiyyətlə də ən yaxşı Portuqaliya klubu Benfica'dır. Gəlin dizilişinə də baxaq. Yəni oyunculara baxaq. Diego Costa qapıcı. Diego Costa, mən Diego Costa'nı Porto'dan götürmüşəm. Diomande müdafiə ikilisi Diomande və Otamendi. Diomande Sporting'dən, Otamendi Benfica'dan, Alexander Bah Benfica'dan, Issa Kabore Porto'dan, Frendik Aurnes. Bunu biraz çətin oxunuşlar. Ona görə Aurnes deyəcəm. Aurnes Benfica'dan, Moutinho Porto'dan, Florentina Benfica'dan, Di Maria Benfica'dan, Bruma Braga'dan və Pavlidis Benfica'dan.
Burada da çoğunluq Benficadandır. Zamenlərə baxaq. Qapıçı zameni Antonio Trubin Benficadan. Antonio Silva müdafiə zameni. Antonio Silva müdafiə zameni Benficadan. Bernat bu mən Sporting'dən almışdım Bernat'ı. Hə, götürmüşdüm daha doğrusu. Pedro Gonçalves Sporting'dən. Tengstend Porto'dan. Grujic Sporting'dən. Yox, Sporting'dən yox, Benfica'dan elə o da. Pepe Eduardo Porto'dandır. Roliser Sporting'dəndir. Artur Cabral elə Benfica'nın özünün futbolçusudur və Simon Banza Praga'dandır. Və Leo Kuboko, bu da Benfica'nın öz 3-cü qapıçısıdır. Hətta 3-cü yox, 2-ci qapıçısıdır. Bu da Portuqaliya liqasının əsas 11-liyi və zamenli. Mənə görə də, yəni məncə tarixin ən yaxşı Portuqaliya klubu desəz 2 dənə mən deyə bilərəm. Sporting və Benfica. Amma bu videoda Benfica daha çox türk klubları ilə qarşı-qarşıya gəldiyi üçün, yəni Benfica'dan Türkiyəyə və yaxud da Türkiyədən Benfica'ya transferlər çox olduğu üçün mən Benfica'nı seçdim. Kapitandakı Otamendi idi. Bir daha göstərim sizə Otamendi'nin olduğunu. Bəli, gördüyünüz kimi sarı üstündə varsa Otamendi kapitandır. Məncə Otamendi kapitan olmağı yaxşıdır. Gəlin o zaman videomuzun neçə etaplı olduğunu sizə deyim. Videomuz 2 etapdan olacaq. 90 dəqiqəlik etap və penalti seriyası. Əgər məsəl üçün bunu sizə izah edeyim. 90 dəqiqəlik etapda Portuqaliya komandası qalib gəlsə, penal etabında Portuqaliya yenə qalib gəlsə, Portuqaliya liqası Türkiyə liqasını udmuş olacaq. Əgər yox, penalti seriyasında Galatasaray və yaxud da 90 dəqiqə seriyasında isə Benfica qalib gəlsə, bu zaman 1-1 olacaq və beləliklə ən yaxşı 5 topçunu götürüb bunları overall kapışması eləyəcəyik və hansının overallı daha çox yüksək olsa, ən yüksək təbii ki 5 overallı futbolcunu götürəcəyik 2 liqadan da. Hansının overallı daha çoxdursa, o bir xal daha qazanacaq. Əgər 1-1 bərabərlik olsa təbii ki də, o zaman sözü çox uzatmayaq, maçımıza keçək. Göstərim maçı. Buradan mən tərəfsiz olduğumu bildirim, yəni mən heç bir komanda idarə eləməyəcəm. Özləri robot oynayacaq. Lig 1 neydi o? Süper Lig. Galatasaray, Ali Bənləşib, Benfica. İkisi də qırmızı forması giysin, məncə qarışmayacaqlar. 5 dəqiqə yox, 10 dəqiqə. Profesional mı olsun, yoxsa aşırı mı zor? Yəni mən zaten oynamıram. Profesional olsun məncə, profesional. Zaten biz oynamırıq. Sakatlıqlar açıq olsun, yoxsa yox? Açıq olsun qoy. İçsa mükəmməl, yoxsa rastgele? İçsa mükəmməl olsun. Bu da mükəmməl olsun. Koşul da mükəmməl. Yox, rastgele qoy olsun. Ən yaxşı rastgele olmalıdır. Bax, burada çox əsas bir şey var. Yəni kim bu oyunu oynayırsa, belə oyunlar oynayırsa, bura çox diqqət edin. Əgər sizin qurduğunuz komanda kimi, yəni sizin qurduğunuz dizi kimi oynamağını istəyirsinizsə, baxın sizdə belə olacaq, açıq olacaq. Otomatik seçilmiş kadro. Bunu gəlin kapalı eləyin. Beləliklə sizin ayarlardan qurduğunuz komanda kimi burada da oynaya biləcək. Süre gecə olsun, fərqi yoxdur. Mevsim rastgele Santiago Bernabéu stadionunda olsun. Uzatmalar kapalı olsun, uzatmalar yoxsa yox. Uzatmalar kapalı olsun, penaltılar da kapalı olsun. 6 dəyişiklik sayı olsun, yoxsa 7, 6 olsun, 6 olsun. Və bəli, maçımız başlayır. İki komandaya da uğurlar arzulayıram. Yaxşı olan qazansın deyirəm. Santiago Bernabéu'dadır bu oyun. Yəni, nəzərə alsaq ki, axırıca və Benfica Fenerbahçe'nin qalib gəldi. Yəni, burada bir tık onlar daha üstündülər. İndi oyun başladı. Victor Osimhen'dən Rafa'dan İlkay'a. İlkay Gündoğan topu sürdü, ötürdü. Orkun köşkü. Burada Orkun'a qarşı çox sərt bir faul. Di Maria'dan gəldi. Çox sərt bir faul idi. Di Maria birbaşa sarı vərəqə. Abi oyun hələ indi bir dəqiqə başlayır. Oyun başlar başlamaz Orkun'u zədələdilər. Görürsən geri gələ biləcək Orkun.
Rafa sərbəst vuruşu vurdu. Osimhen, Victor Osimhen. İssa Kabore son anda Osimhen'in zərbəsini dəf etməyə bacardı. İndi Orkun döndü, gəldi. Rafa verdi. Rafa. Kerem Aktürkoğlu başladı. Kerem Aktürkoğlu. Hesabı 1-0 edir. Dəqiqə 2 gol 1. Kerem Aktürkoğlu. Oy, hiç çözemediğim bir anda vurdu golü. Rafa bakım verdi burada. Leroy Sané içərilədi. Kerem möhtəşəm bir gol. Dəqiqə 2 gol 1. İndi Pavlidis verdi. Pavlidis. Ötürməsi Arnes. Görək Türkiyə Liqasının qoluna cavabı Portuqaliya Liqasında tər verəcək. Di Maria verdi. Pavlidis ötürməsi offside. Oyundan kənar vəziyyət var burada. Frendik Arnes offside'daydı. İndi Milan Skriniar başladı. Top çatmadı Leroy'a. İndi Bruma çatabiləcəkmi? Bruma mı? Singo aldı. İndi Orkun köçtü. Orkun verdi. Rafa Silva. Çox getdi Rafa. Sol tərəfdədir amma. Onun qarşısına aldı Diamande. Dərşə Kerem Aktürkoğlu Diamande'dən qapdı topu. Kerem Diamande'ye fənd attı. Orkun köçtü. Tələsmir Orkun. İndi yine Kerem'de kaldı top. Kerem verdi. Orkun köçtü. Ötürməsi Rafa boşdaydı. Rafa. İndi top Leroy'da. Yox, atak devam etmedi. İndi top İlkay Gündoğan'dadır. İlkay Gündoğan Türkiyə Liqası çox pressing edir və topu alırlar. İndi Bruma. İssa Kabore. Pressing nəticəsində alabiləcəkmi? Türkiyə Liqası yox, alanmadı. Alexander Bach'dadır indi top. Bach verdi. Di Maria kontrataka çıxa bilər. Portuqaliya Liqası. İndi Florentina'ya gəldi top. Florentino. Bruma. Ötürməsi Florentino. Oyun çox qızğın gedir. Və burada cərmə. Hansı komanda cərmələri? Dəyişiklik var. Orkun köçsüz ödələndi. Oy. Gözlənilməz dəyişiklik. Barış Alper Yılmaz girdi oyuna. Bunu hiç gözləmirdim. 15-ci dəqiqədə hələ. İndi Barış Alper sağ kanada keçdi 100%. Leroy Sané ofansif orta sahaya. Rafa da mərkəz orta sahaya 100%. Davinson Sanchez ötürdü. Moutinho götürdü topu. İssa Kabore. Barış pressing edir ama İssa Kabore oradadır. Yerindədir İsso. Otamendi. Osimhen'den pressing var. Osimhen aldı. Diego Costa. Yerindədir Costa. Diego Costa ötürdü. Alexander Bach. Arsnes oturması. Burada İsmail Jakobs karşısına aldı. İndi Di Maria. Alexander Bach. Florentina ötürdü. İcazə yoxdur Davidson'dan. İndi Rafa ötürdü. İlkay Gündoğan. Ötürməsi Barış Alper Yılmaz. Barış verdi Wilfred Singo. Top çıxdı. Top out'da çıxdı. Out'u yerinə yetirir indi Benfica komandası. Bruma'dan da top. İcazə vermirlər o Sané. İndi Bruma'dan da top. Bruma. Ötürməsi. Oy, bir dəqiqə nə oldu? Ötürməsi arada bir ekrana təhrif edilmiyor. Yoxsa qalır elə. Barış Alper Yılmaz indi kontrataka çıxır. Galatasaray. İndi Osimhen'e çatmadı Diego Costa. İndi ötürdü. İndi top Kerem'den gəldi çatdı. Osimhen. İndi yine Osimhen'dədir. Diego Costa. Ötürdü. İssa Kabore. Oba, oyunu sakit izləyirəm ya abi. Çox da danışamıram. Yəni nəysə, çox da sakit yamayaq. Di Maria kontratakdadır Di Maria. Ötürməsi zərbə olmadı.
İndi Moutinho ötürdü Bruma. Geldi Portugalya komandası Bruma ile Bruma. Muhteşem bir gol. 1-1 Bruma. Bruma'dan muhteşem bir gol geldi. Çekti Bruma. Zərbəsi Ederson Moraes çatanmadı topa. Çatanmadı Moraes topa. Ederson. Bəli. Burada bir problem oldu. İndi Bruma. Ötürdü Pavlidis. Pavlidis'in əllədə ötürməsi offside var burada. Bruma vurdu. Bruma. Muhteşem gol ama burada offside var idi bence. Bence offside var idi burada. Bakın. Offside da abi temiz offside de aslında. Aslında temiz offside'dı bakın. İzleyin. Bruma double edir. Hakim golü sayır. Bəli. 2-1 comeback adır Portugalya Ligası. İndi İlkay. Leroy Sané. İlerletti topu Leroy Sané. Ötürməsi Rafa. Bıraktı Barış Alper çatanmadı orada. İshak Kabore. Daha yakın idi topa. Yani Kerem Aktürkoğlu'ndadır top. Kerem İsmail Jakobs verdi Leroy Sané. O da verdi Rafa Silva. O da verdi Barış Alper Yılmaz. Beraberleştirir hesabı 2-2. Türkiye Ligası ikinci golunu buldu Barış'la. Leroy verdi. Burada tik-tak oynadı Galatasaray. Rafa verdi. Barış gelişine zərbəni çəkdi və gol. 2-2 hesab. İlk hissə bitməyib 4 gol izləmişik oyunda. İndi Aurners ötürdü Di Maria. Sağ kanatdan Di Maria. Aurners ama Leroy Sané icazə vermədi. Dərkən Alexander Bah. Karşısında yine Leroy Sané ama yine Alexander Bah'da top. Leroy Sané çok yaxşı müdafiə oldu burada. İndi top Rafa'ya çatmadı. Rafa pressing edip belki alabilir. Diomande verdi. Fiorentina. Aurners. Derken Kerem Aktürkoğlu. Kerem aldı verdi. Osimhen. Rafa başladı. Rafa'ya doğru ötürme. Rafa Silva çatanmadı. Pressing nəticəsilə belki aldı Rafa. Ve ilk hissəni bitirdi Hakim. İlk hissə bitti. Oyun 2-2 beraberliklə nəticələnir. İlk hissədə 4 top gördük. Yəni məcburi dəyişiklik oldu. Orkun Köksü yerinə Barış Alper girdi. Leroy Sané mərkəz orta sahaya keçdi. Yəni çox dəyişiklik oldu Trendyol Süper Ligasında. Dərkən amma yenə də oyuna tutunmağa bacardılar. Benfica 2-1 comeback attı. Bu Orkun Köksü'nün yoxluğunu istifadə elədilər. Fürsət kimi gördülər və 2 gol vurdular. Özə dalbadal Bruma vurdu ikisində. Double etdi Bruma. Və 2-1'lik hesabda isə üstündən elə qolun üstündən 3 dəqiqə falan keçməmiş Trendyol Süper Ligası gəldi. Bir dənə qoydu Barış Alper Yılmazla və hesabı bərabərləşdirdi. O zaman ikinci hissəyə keçək. İkinci hissədə görək nələr olacaq. Pavlidis'in toxunuşuyla başladı oyun. Moutinho verdi Aurners. Bəli. Uşaqlar Di Maria ötürməsi Barış nədir? Florentino. Barış Alper pressing nəticəsilə aldı. Leroy Sané, Davinson Sanchez. Tez paslaşır Galatasaray. Leroy Sané verdi. İsmail Jakobs çatacaq ona. İsmail Jakobs qarşısında Kerem başladı kadəmədə. Yox, başa değilmiş. Amma indi başladı Kerem. Kerem içərdədi. Kim yoxdur orada zərbə çəkməyə. İndi Leroy Sané verdi. Barış Alper Yılmaz çəkdi topu. Bir dəfə də çəkdi. Zərbə və gol. Barış Alper Yılmaz. O da Bruma kimi double edir. Barış Alper Yılmaz. Bu yine Leroy Sané asist verdi ve yine Barış Alper Yılmaz. Leroy Sané bu 3 asist verip Barış Alper muhteşem bir gol vurdu sol ayağıyla. Oyuna girdi, oyunun qədərini dəyişdirdi və indi də Türkiye Süper Ligası comeback attı. Görək buna qarşılıq cavab nə olacaq Portugalya Ligasında. Top out'da Di Maria'dan idi son toxunuş məncə.
Bəli. İndi Kerem Aktürkoğlu. Yox, Rafa idi, Rafa. İsmail Jakobs. Ötürdü Milan Skriniar. Davinson Sanchez. Wilfred Singo. Ötürməsi Leroy Sané. Boşladı orada Barış. Rafa'ya qarşı burada kobud oynadı. Benfica'nın futbolçusu. Pepe Eduardo Di Maria yerinə girdi uşaqlar. Bunu aşağıda gördünüz. Osimhen niyə vurdu o zərbəsini? O Milan Skriniar çox təmiz oynadı burada. Ötürməsi, ötürməsi də çox gözəl idi amma heç kim yox idi burada. İndi Florentino kontrataka çıxacaq Benfica. Bruma ötürməsi arqa-arqaya möhtəşəm idi. Florentino ötürməsi Moutinho amma yox, icazə vermir burada Galatasaray. Milan Skriniar ötürməsi Kerem Aktürkoğlu. Kerem gedir Kerem, kademe boşda olun, kapa demesi Kerem vurdu Diego Costa. Yerindədir Costa. İndi Florentina ötürməsi Bruma çəkdi topu, Florentina'ya verdi. Florentina icazə yoxdur İlkay'dan. İndi kontrataka çıxır Galatasaray. Barış Alper Yılmaz. Barış görən necə Barış. Barışdan möhtəşəm içəri amma olmadı. Heç kim yox idi orada. İndi İlkay Gündoğan içərilədi amma bu içəriləmək sayılmaz ki. Diego Costa başladı qapıdan zərbəni. İndi Rafa Silva indirdi. Victor Osimhen ötürməsi çatmadı Kerem'e. Daha doğrusu çatdı. Otomen icazə vermədi. Diamande. Aurners, Moutinho, Alexander Bah, Moutinho ama Leroy Sané icazə vermədi ama Pavlidis, Ederson Moraes çıxdı, icazə vermədi rəqibinə. İndi Kerem çatmadı kontratakı. Eğer Kerem topu götürseydi kontratak baş verə bilərdi, atak baş verə bilərdi. Pepe Eduardo ama İlkay yerindədir. İlkay verdi. Rafa Silva. Rafa'dan fen düşüncəsi ama olmadı. Arners. Pepe Eduardo. Ötürməsi Moutinho da verdi Bruma. Möhtəşəm ötürmə. Pepe Eduardo ama Moraes Ederson Moraes izin vermədi. İndi İsmail Jakobs kontrataka çıxacaq Galatasaray. Yox, çıxamadı. Arners ötürdü. Pavlidis'e çatacaq mı? Çatmadı. Yerindədir. Davinson Sanchez ötürdü. İsmail Jakobs uzaqlaşdırdı o İsmail Jakobs. İndi Barış Alper indirdi. Rafa Silva. Götürsəydi Osimhen'e verə bilərdi. İndi Florentina Bruma verdi. Moutinho ötürməsi Pavlidis. Sonunda Ederson. Pavlidis möhtəşəm zərbə indirdi. Ederson möhtəşəm seyv elədi. İndi dəyişiklik. Lucas Torreira girir Kerem Aktürkoğlu yerinə və Artur Karbal girir. Kimin yerinə görmədim onu. Artur Karbal kimin yerinə girdiyini görmədim. Gözəllər baxın. Oyuncu ayarları. İç sahada hansıdır? İç sahaya çünki Benfica var. Karbal girdi ama. Karbal gördüm ben. Karbal kimin yerine girdi? Aurners yerine girdi Karbal. Bu biraz değişik. Bu değişikliği biraz təcrüblüdür. Oyuncu ayarları düzəldə bunu. İç sağ yox. Ümumiyyətlə tələssiz. Bəli. Devam elətdirək. Və bəli. Autu başladı. İndi Pavlidis'e ötürməsi Artur Karbal çatmadı. İndi kontrataka çıxır Galatasaray. Wilfred Singo icazə vermədi Bruma pres nəticəsində aldı topu. Bruma içərilədi. Amma yox, icazə vermir.
İcazə vermir Galatasaray müdafiəçisi. İndi Osimhen çatanmadı. Osimhen bu gün nəsə biraz zəifdir. Diomande ötürməsi Bruma verdi. Yox, icazə vermir yenə. Milan Skriniar. İndi Singo. Bu səfər də Singo verdi. Rafa Silva. Osimhen. Victor Osimhen. Ötürmə düşüncəsi möhtəşəm idi amma çatmadı. İndi kontratak. Moutinho verdi Florentina. Yox. Rafa Silva'dadır top. Barış. Rafa Silva. Wilfred Singo. Qarşısı boşdu. Ötürdü. Barış da verdi. Osimhen. Tik-tak oynuyor hazırda Galatasaray. Son dəqiqələr. Leroy Sané. Çəkdi olmadı. Pepe Eduardo Yəci Şaşım oyunu bitirəcək. Və bəli. Oyun bitdi. Oyunun qazananı, yəni videonun yox. Bu oyunun qazananı Galatasaray'dı. 3-2. Birinci etabın da qazananı Galatasaray olur. Həmçinin 3-2 qazanaraq 1-0 önə keçir Trendyol Süper Ligası. O zaman penaltı seriyasına keçək. Görək penaltı seriyasında nə olacaq? Bir dəqiqə mən bunu düzəldim. Gəlirəm. Burada arıza oldu oyunda. Bəli dostlar, gəlin penaltı seriyasına keçək. Penaltı seriyasında təbii ki də belə olar. Hatta bir dəqiqə. İki tərəfində penaltı atanlarını biz özümüz düzəldəcəyik. Ona görə mən ortaya yox, iç sahaya keçirəm. Trendyol Süper Lig'dən Galatasaray və buradan da ana lig neydi? Ana lig yox. Galatasaray və buradan da Benfica. Benfica basıram olmur. Qara qırmızı olsun bu səfərdə. Bəli, kapalı, bəli. Biz özümüz seçəcəyik də, yəqin ki, Murat. Biz özümüz seçməliyik penaltı atanları. Bəli. Galatasaraydan Osimhen, Kerem, Leroy, bir dəqiqə. 1, 2, 3, 4, 5, 6. Rafa, Orkun, Leroy, Kerem və Osimhen atır. Orkunun yerinə başqası atsın, yoxsa necə? Orkun yerinə İlkay atsın, yox, Orkun atar bura. Burada baxaq, bu tərəfə baxaq. Bura. Bir dəqiqə gözləm. Bəlkə Kerəmin yerinə Mauro vursun, Mauro Icardi. Abi bir dəqiqə, ya o tərəfə nətə keçə bilərəm ben. Oradan Pavlidis, Bruma, Di Maria, Florentina və Mout 1, 2, 3, 4, 5. Oradan elə ən yaxşıları vurur. O zaman çıqa vururuq və ilk penaltıları kullana basırıq. Oyuncu ayarları, bəli. Buradan da bunu düzəldirik və otomatik vurur. Görək kim vuracaq. İndi Victor Osimhen. Osimhen vurdu. Osimhen bayrağı vurdu. Oy. Victor Osimhen bayrağı vurdu. İndi Pavlidis istədi top. Pavlidis. O da bayrağı vurdu. Yox, onu Ederson Moraes tuttu. İndi Kerem Aktürkoğlu. Kerem. Qapıcı Diego Costa. İki tərəf də elə penaltı vuranmayıb. İndi Bruma vurdu golu. Benfica'dan Bruma vurdu golu. İndi Leroy Sané de attı. İndi görək. Di Maria'da top. Di Maria atar ya abi. Di Maria atar. Di Maria attı. Attı Di Maria. Orkun köşküsü vurmalıdır bunun. Orkun da attı. Eğer Galatasaray devam etmek istəyirsə Ederson bunu tutmalıdır. Florentina'nın zərbəsi tutmalıdır. Florentina gol. Bu zərbəni Rafa Silva vuracaq. Rafa Silva vurdu. Eğer Galatasaray Türkiye Ligası o videonun qalibi olmaq istəyirsə burada Ederson Moraes tutmalıdır topu. Moutinho bayrağı vurdu Moutinho. Oy neler verir baş. Ne verir bu videoda baş. İndi İlkay Gündoğan.
İlkay Gündoğan attı İlkay. Eğer Portugalya Ligası bunu vuranmasa kazanır Süper Liga. Arnes kaçırdı mı? Ve bəli, videonun kazananı Trendyol Süper Liga'dır. Portugalya Ligası penaltı seriyasında da uduzdular. Yani halbuki udurdular. Orada Moutinho bağrı vurmasaydı udurdular. Ve bəli, bu videomuzun kazananı bir dakika, zaten burada bagaj oyun. Ben en yaxşı keçməm başa. Ve bəli dostlar, videomuzun kazananı, videonun galibi Trendyol Süper Liga'da 2-0. Hem iki etapta da Benfica'nı uttu komanda. Hem 90 dəqiqəlik etapda hem de penaltı seriyasında. Penaltı seriyasında da comeback elədi. 90 dəqiqəlik oyunda da comeback elədi. Ve videomuzun kazananı Trendyol Süper Liga oldu. Yani beləliklə biz gördük ki, Trendyol Süper Liga'nın futbolçuları Portugalya futbolcularından daha keyfiyyətlidir və Trendyol Süper Liga komandaları Benfica deyirəm. Portugalya ligasının komandalarından daha yaxşıdır. Sağ olun dostlar, özünüzə yaxşı baxın. Sizdən son bir xahişimdir. Xahiş edirəm, bu videoya like atıp abone olmağı unutmayın. Və açıqlamaya qoyacağım Əmoğlumun səhifəsinə də gedib abone olmağı unutmayın. Kim mənə dəstək vermək istəyirsə və Əmoğluma da dəstək vermək istəyirsə, xahiş edirəm bu dediklərimi edin. Sağ olun, salamat qalın.